Salam əzizləyicilərim, hər birinizi kanalımda yenidən xoş gördüm. Bugün mən sizə telefonlarda, Xiaomi telefonlarda, Poco telefonlarda, yəni bu segmentdə olan telefonlarda, flaqmanlarda və yaxud orta segment telefonlarında necə əməli yaddaş, RAM uzantısı, RAM-ı necə uzatmaq olar onu göstərəcəm. Öncəliklə bildirim ki, əzizləyicilərim, biz ayarlara daxil oluruq. Ayarlara daxil olduqdan sonra burada əlavə tənzimləmələr bölməsini tapırıq. Bir dəfə klikləyirik. Kliklədikdən sonra burada tarixlər, bölgələr, cəld istifadə, təkrar rejimi, ekran qeydicisi var. Burada yaddaş uzantısına bir dəfə vurursunuz. Buna vurduqdan sonra əzizləyicilər, gördüyünüz kimi məndə artıq 6 GB RAM istifadə edirəm, yəni qoşuludur. Bunu mən bağlaya vursam, cihazı yenidən başlatmağa verəcəm. Mən əgər OK versəm, yenidən başlata vursam, telefon restart olunacaq və yenidən başlayacaq telefon. Yəni telefon sönəcək və açılacaq. Bir nüansı da sizin dəyərli əzizləyicilər, sizin nəzərinizə çatdırım ki, RAM-ı 128, 64, 256, yəni GB-lıq telefonlarda əgər yaddaşınız 60% dolubsa, yəni 64 GB yaddaşınız varsa, yəni telefonda, siz onun 50 GB istifadə eləmişsiniz, siz ona 6 GB yaddaş uzantısını qoşmayın. Bilirsiniz niyə? Çünki telefon RAM-ı, orada əlavə RAM yoxdur. Sadəcə telefon ona lazım olan RAM-ı telefonun öz yaddaşından götürür. Ondan sonra başlayır sizin telefonunuz biraz daha sürətli işləməyə. Ondan sonra başlayır sizin telefonda qızmalar, yaddaşda problemlər, videolar göstərməyəcək sizdə. Videoları indirəcəksiniz, videolarda indirmədə laqlar görəcəksiniz. Yəni heç olacaq video oynadılmayacaq. Yəni ən böyük nüanslardan biri odur ki, siz telefonunuz əgər məsləhətdir ki, 64 GB, 128 GB siz əlavə RAM quraşdırasınız. Çünki telefonun öz yaddaşından götürür deyə RAM-ı. Sizin telefon başlayacaq qızmağa, donmağa, səbəblər artacaq. Əgər telefonunuz 512 GB və üstüdürsə və yaxud 256 GB təzə telefon almışsınızsa, yəni əgər laqlar başlayırsa, onu da aktivləşdirə bilərsiniz. Əgər 200 GB dolub, yəni əlavə ona RAM quraşdırırsanız, 12 GB və yaxud 8 GB RAM, sizin telefon avtomatik başlayacaq donmağa. Telefon başlayacaq donmağa, sizin yenə də bildirdiyim kimi videolar göstərməyəcək, şəkillər açılmayacaq. Yəni belə problemlərlə qarşılaşacaqsınız. Yəni o demək deyil ki, siz RAM-ı aktivləşdirəndə sizin telefon sürətlənir. Xeyr, bu mifdir. Yəni mifdə nə olur? Mif yəni ki, uydurmadır. Yəni mən bunu 6 GB qoymuşam, yəni heç nə dəyişiklik yoxdur. Mən bunu bağlasam da eynidir, bağlamasam da eynidir. Yəni yenə bildirirəm əzizləyicilər, əgər telefonunuzda yaddaş 128-64 GB varsa, yəni qoşmağın adı yoxdur. Sizin telefonunuz daha da xarab olacaq, qızacaq telefonunuz. Yəni, bu qədər əzizləyicilər, yəni ümid edirəm sizə verdiyim məsləhətlər, verdiyim bilgilər sizin xoşunuza gələcək, yəni sizə yararlı olacaq. Əgər video sizin xoşunuza gəlsə, zəhmət olmasa kanala bəyənib abunə olmağı unutmayın.